Azərbaycanda 34 yaşlı qadın bədən şəkilləndirmə əməliyyatından sonra dünyasını dəyişib. Hadisə Bakıda özəl klinikaların birində qeyd alınıb. Belə ki, Sumqayıt şəhər sakini olan 34 yaşlı Pərvanə Mirzəyeva əməliyyatdan sonra özünü yaxşı hiss etməyib və ev şəraitində müalicəsini davam etdirmək istəyib və bir neçə gün sonra isə elə yaşadığı mənzildə də dünyasını dəyişib. Onun meyidi isə artıq aidiyyəti üzrə təhvil verilib. Koyun gelirsin. Geleceksin. Aklından bekleyeceksin. Kaldır dedi, kaldır dedi. Yavaş kaldır dedi. Kaldır dedi. Sumqayıt şəhər 18-ci məhəllə ərazisində yaşayan Pərvanə Mirzəyevanın liposaksiya əməliyyatı elətdirdiyi bildirilir. Hazırda onun hansı özəl xəstəxanada əməliyyat elətdirdiyi haqqında heç bir məlumat yoxdur. Fakt üzrə araşdırmalar aparılır.